Salamlar, siz Invest Akademiya kanalındasınız və sizinlə mən Fərid. Bu günləri mən sizə bizim ənənəvi rubrikanı təqdim edəcəm. Hər yerin əvvəlində biz yerli bankların əmanət üzrə məhsullar üzərindən keçirik və baxırıq ki, hansı bank nə təklif edir və harada əmanəti saxlamaq daha təhlükəsiz və daha sərfəlidir. Bunu biz yeni formatda edirik, studiyada çəkməyəcəyik, çünki məlumat nə qədər aktual, tez bir zamanda bölüşmək istəyirik və banklara keçməzdən öncə bir balaca məlumat vermək istəyirəm ki, ümumiyyətlə bank əmanəti və ya depoziti nədir? Bu depozitlər investisiyanın bir növrəsi hesab olunur və əsas investisiya alətlərindən biridir. Faiz əlbəttə ki, aşağı olur, amma ki, bura belə deyək, ən təhlükəsiz investisiya alətlərindən biri sayılır. Xüsusən də Azərbaycanda nəzərə çatdırmaq istəyirəm ki, fiziki şəxslər üçün 100.000 manata qədər olan bütün əmanətlər dövlət tərəfindən sığortalanır. Yəni əgər sabahları banka bir şey olsa, bank müflis olsa və ya hansısa bir problemi yaransa, siz pullarınızı rahat götürə biləcəksiniz. Bu həm dollar əmanətlərinə aiddir, həm də ki, manatla. Amma əsas məqam odur ki, ümumi məbləğ 100.000 manat və ya onun ekvivalentindən çox olmamalıdır. İkinci bir yenilik var, bu artıq keçən ildən başlayıb vergidir. Əgər sizin əmanət faizdən gələn gəliriniz 200 manatdan çox olsa, həmin məhz o 200 manatdan çox olan məbləğ vergi ödəməli olacaqsınız həmin məbləğə görə, yəni bunu nəzərə alın. Amma burada da bir nüans var. Əgər sizin əmanətinizin müddəti 18 ay və ya ondan çoxdursa, burada artıq vergi nəzərdə tutulmuyor. Yəni əgər imkan varsa, əlbəttə ki, 18 ay və daha çox müddətdə əmanəti yarada bilərsiniz banklardan. Keçək faizlərə. Faizlər keçən ilə nisbətən çox da dəyişməyib, yəni heç bir sürprizlər və ya böyük dəyişikliklər yoxdur. Əmanət növlərindən və ən əsası müddətindən asılı olaraq faizlər əlbəttə ki, dəyişir və burada belə bir məqam da var ki, əgər siz faiz gəlirinizi aylıq götürmək istəyirsinizsə, əlbəttə ki, faiz dərəcəsi az olacaq. Əgər siz gəlirinizi müddətin sonunda götürürsünüzsə, burada faiz daha yüksək ola bilər. Ona görə məhsullarda faiz dərəcəsi fərqlənə bilər. Həmçinin də belə bir yenilik var ki, bəzi banklar digital depozit təqdim edirlər. Mən şəxsən istifadə edirəm. Çox rahatdır. Çünki öncələr əmanət açmaq üçün banka getmək lazım olurdu, özünə nəqd pul aparmalıydın. Bəzən hətta mən deyərdim 2 dəfə, 3 dəfə getmək lazım olurdu, amma artıq belə deyil. Siz evdə əyləşərək, çayınızı içərək bir neçə dəqiqə ərzində elektron depozit yarada bilərsiniz və heç bir fərqi yoxdur, çox rahatdır. Faiz nisbəti dəyişilə bilər qismən, amma hətta bəzi hallarda mən deyərdim ki, bu digital depozitlərin gəlirliyi daha yüksək olur. Növbələr yoxdur, heç yerə getmək lazım deyil, vaxtınızı itirmirsiniz. Özünüz sınaya bilərsiniz, düzdür. Burada məqam odur ki, cəmi bir neçə bank bunu təklif edir. Bunlar ABB, Kapital, Paşa Bankdır, səhv etmirəmsə başqalarında yoxdur. Unibankın mobil tətbiqində mən o bölməni gördüm, amma ki, ora keçdim və aktivləşdirə bilmədim. Yəni bu o deməkdir ki, hələ məhsul tam hazır deyil. Bəli, bir də Leo Bankda var. Əlbəttə ki, Leo Bank özü onlayn bank kimi fəaliyyət göstərir. Ona görə də orada bu xidmət var. Keçək banklara və faizlərə. Biz baxdıq ki, burada biz 1 illik müddətə baxırıq. 12 ay əgər əmanət qoyulursa, ən yüksək faiz AFB Bank təqdim edir, 12% və Bank BTB hər ikisi 12% verir və Azərbaycan manatı üçün bu maksimal faiz dərəcəsidir, hansı ki, əmanət fondu tərəfindən qorunur, yəni sığortalıdır. Əgər kimsə sizə 13% təklif edirsə, bu sizin əmanətiniz dövlət tərəfindən qorunmayacaq. Bunu məlumatınız olsun, bunu biləsiniz. Sonra gedir Leo Bank. Leo Bank aylıq əgər gəlirinizi götürsəz 11% təklif edir. Əgər müddətin sonunda 11.5. Eyni də təklif olunur Bank VTB tərəfindən. Sonra gedir Bank of Baku. Burada 10.75%dir aylıq götürülərsə və 11.25%dirsə müddətin sonunda. Keçək belə görə böyük banklar nə təklif edirlər bizə. Burada Unibank 9.5 aylığa 10.5 müddətin sonunda. Sonra maraqlı olan banklardan bizə ABB
Faizlər aşağıdır əlbəttə ki, 8,5 aylıq olanda müddətin sonu 9,5. Kapital və Paşa Bank da hər ikisi 8% təklif eləyir. Aylıq əgər faiz gəliri götürülərsə və müddətin sonunda olsa 9% olacaq. Ən aşağı isə Azər Sənaye Bankdır. Burada müvafiq olaraq 6 və 7%dir. Çox maraqlıdır. Ümumiyyətlə mən sizə belə bir məlumat da verim ki, faizlərin oynaması bu depozitlər üzrə bankın nə qədər nəqd cash flow, cash pula ehtiyac olduğunu bildirir. Əgər hansısa banka nəqd pul çox lazımdırsa, hansısa bir məqsədlə fərq etməz, o faiz dərəcəsini yuxarı edir ki, cəlb etsin daha çox depozit. Əgər hansısa bir banka pul lazım deyilsə, yəni ki, strategiyası biraz başqadır, fərqlənirsə, onlar biraz aşağı salırlar ki, çox adam da orada pul saxlamasın. Yəni bunlara bu dəqiqə bu lazım deyil. Eyni hal kreditlərə də aiddir. Yəni eyni siyasət olur. Ona görə bankın siyasətindən fərqli olaraq bəzi məqamlarda faiz dərəcəsi qismən enə bilər və qalxa bilər. Və ya hansısa bir kampaniya ilə belə daha çox cəlb etmək üçün müştərilərini. Ona görə belə kampaniyalar görəndə bilin ki, burada əsas məsələ bankın bu dəqiqə olan planına aid olur. Keçək dollar üzrə əmanətlərə. Dollar üzrə əmanətlərdə burada situasiya biraz fərqlənir. Burada da bir məqam nəzərə çatdırım ki, yalnız 2,5%-ə qədər olan əmanətlər dövlət tərəfindən sığortalanır. Yəni əmanət faizi 2,5-dən çox olsa, artıq dövlət tərəfindən sığorta olunmur. Və burada maraqlı bir məqam var. Manatla əgər maksimal faiz dərəcəsi 12-dirsə, burada başlayır 4,25 bu aylıq götürülərsə və 4,75 əgər müddətin sonunda. Bu təklifi bizə Turan Bank təklif edir. Yenə deyirəm, bu əmanətlər artıq sığortalanmır, məlumatınız olsun. Sonrası Unibank-dir. Unibankda müvafiq olaraq 4 və 4,5%-dir. Maraqlıdır. Sonra AFV Bank və Bank Respublika ikisi də 3,5% təklif edir aylıq götürülərsə. Və sonra balaca banklar gedir. Keçək böyük banklara. Burada ABB müddətin sonunda 3,5%-lə verir. Paşa Bank müddətin sonunda 3,25. Kapital ümumiyyətlə 3%-lə verir. Çox aşağı faiz dərəcəsidir. Və getdikcə aşağı düşür və bəzi banklar ümumiyyətlə aylıq ödənişlərinə verməyə bilərlər. Bunlar misal üçün Premium Bankdır, Azərtürk Bankdır, yalnız müddətin sonunda verir və Azərtürk Bankda faiz dərəcəsi illik 0,1-dir. Yəni bu ən aşağı faizdir. Görünür ki, Azərtürk Banka dollar ümumiyyətlə lazım deyil, marağında deyil bu. Ona görə belə çox aşağı faiz təklif edir bununla bağlı. Dediyim kimi, faiz dərəcələri həm də ki, məhsuldan fərqlənir. Çünki bəzi banklar yığım kimi əmanət təklif edirlər. Burada faiz getdikcə siz aylıq ora əlavə eləyə bilərsiniz məbləğlər. Kömək edir, misal üçün, hansısa bir məqsədiniz var, pul yığmalısınız. Övladın təhsili ola bilər, ev almaq istəyirsiniz, üzrə avtomobil almaq istəyir və s. Belə bir təkliflər də var. Bəzi banklar belə, Yellow Bank səhv etmirəmsə belə bir məhsulu var idi. Yəni saytlarına girib ətraflı bu barədə məlumat əldə edə bilərsiniz. Ümumi desək, əlbəttə ki, əmanətlər Azərbaycanda çox təhlükəsiz investisiya alətidir. Burada risklər demək olar ki, sıfırdır, mən deyərdim. Hətta bir neçə il öncə bir neçə bank bağlanmışdır, amma ki, orada kimlərin pulları var idi, əmanət fondu ilə başqa banklara keçirdi, oradan rahat götürdülər, heç bir problem yaranmadı. Amma yenə də deyək ki, bank depoziti sizə gəlir gətirmir, o sizi qismən inflyasiyadan qoruyur. Yəni siz nəzərə alın ki, əgər bank sizə manatla burada maksimum 12% təklif edirsə, deməli real inflyasiya ondan yüksəkdir. Çünki bankda gəliri olmalıdır və heç bir bank sizə heç vaxt inflyasiya dərəcəsindən yuxarı faizlə depozit verməyəcək. Buna əmin ola bilərsiniz. Təhlükəsizlik yastığı var. Hamıya məsləhət gördüyüm hər zaman maliyyə təhlükəsizlik yastığıdır. Bu sizin 3-4 ay ərzində minimum xərcləriniz olan məbləğdir. Həmin məbləği məsələn bank əmanəti saxlamaq ən ideal seçim ola bilər. Çünki məbləğ həmişə əlinizin altındadır. Bir şey olsa tək keçin olmasın.
siz həmin o vəsaiti tez nağdlaşdıra bilərsiniz, bankdan götürə bilərsiniz. Amma burada məqamlar var. Əgər sizin faizinizin müddətin sonunda almalısınızsa, müqaviləyə xitam versəniz, diqqətli oxumaq lazımdır müqaviləni, siz ümumiyyətlə faiz almaya bilərsiniz. Bu məqam var, buna mütləq diqqət yetirin. Amma yenə də likvidlik ən böyük likvidlikdir. Yəni sizdə əgər səhm varsa, onu satmalısınızsa, gözləməlisiniz qiymətlər yüksək olsun və s. Bank əmanətdən belə bir şey yoxdur. Rahat gedib istənilən vaxt bankın istənilən filialında götürə bilərsiniz. Əgər bu digital bir depozitdirsə, elə birbaşa hesabınıza və ya kartınıza da pulu keçirə bilərsiniz. Bu baxımdan bank əmanətləri çox təhlükəsiz, çox konservativ və az gəlirli investisiya aləti hesab olunur. Bugünlük bu qədər. Ümumi olaraq bank əmanətləri haqqında bizim videolarımız var. Keçid edib baxa bilərsiniz. Mən sizə bu dəfə 2026-cı il üçün olan faizləri təqdim etdim, amma faizlər dəyişə bilər. Əlbəttə ki, bu bugün olan aktual məlumatlardır. Hər zaman bank axtaranda mütləq keçin saytlarına, bir baxın hansı bankın hansı təklifləri var. Çünki bəzi banklar sizə maraqlı belə bonuslar verə bilərlər. Hansısa bir maraqlı kredit kartı və ya debit kartı, premium debit kartları verə bilərlər. Mütləq bankların saytlarına gedin, araşdırın. Demək olar ki, hamısının yaxşı saytları var, hamısında hər bir məlumat əldə edə bilərsiniz. Bu barədə seçim hər zaman sizin olacaq. Odur ki, buyurun. Baxa bilərsiniz, keçə bilərsiniz. Bir daha da təşəkkür edirəm və ən əsası 2026-cı ildə hamınıza uğurlu investisiya arzu edirəm. Növbəti videolarda görüşənədək. Sağ olun.